Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Uyğunluq gözlənilmişdir. Amerika Birləşmiş Ştatlarının tarixi ilə bağlı tərtib etmiş olduğum və tarix ictimaiyyəti ilə bölüşdüyüm testin izahını təqdim edirəm. Amerika Birləşmiş Ştatları 20-ci əsrdə və Amerika Birləşmiş Ştatları 21-ci əsrdə. 20-ci əsr ABŞ tarixi ilə bağlı A variantı. Əsrin ikinci yarısında istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Bu yanlışdır. Çünki istehsal üzərində dövlət nəzarətinin ləğv edilməsi Prezident Calvin Coolidge'in dövrünə aiddir. Calvin Coolidge isə 1925-1929-cu illərdə prezident olub. Yəni əsrin birinci yarısında prezident olub. Buna görə də A variantında əsrin ikinci yarısı ifadəsi yanlışdır. B variantı. Richard Nixon'un prezidentliyi dövründə qocalığa görə verilən təqaüdlər artırıldı. Bu doğrudur. Richard Nixon 1969-1974-cü illərdə hakimiyyətdə olan respublikası prezident idi və onun dövründə qocalığa görə verilən təqaüdlər artırıldı. Bu ifadə doğrudur. B variantı doğrudur. C variantı. Barack Hüseyn Obama'nın dövründə yüksək gəliri olan təbəqənin ödədiyi vergilər artırıldı. Barack Obama'nın dövründə yüksək gəliri olan təbəqənin ödədiyi vergilər artırılıb. Bu doğrudur. Lakin Barack Obama 2009-2017-ci illərdə prezident olub. Buna görə də 21-ci əsrlə bağlı hadisə olduğuna görə biz bunu 20-ci əsr hesab edə bilmərik. C variantı yanlış hesab olunur. Deməli bizdə 20-ci əsrlə bağlı doğru variant B variantı hesab olunmaqdadır. Keçək ikinci sütuna. 21-ci əsr. Vergilərin aşağı və yuxarı hədləri müəyyən edildi. Bu kiçik George Bush'un fəaliyyəti ilə bağlıdır. Kiçik George Bush isə 2001-2009-cu illərdə prezident olub. A variantı doğru hesab olunacaq. B variantı. Əsrin ikinci 10 illiyində Koreya Xalq Demokratik Respublikası ilə Koreya Respublikası arasında iki tərəfli danışıqlar prosesi başladı. Bu doğrudur. Bu Donald Trump'ın prezidentliyi ilə, birinci prezidentliyi dövrü ilə bağlıdır. Donald Trump 2017-2021-ci illərdə prezident olub və onun prezidentliyi dövründə İran, Rusiya, Koreya ilə münasibətlər tənzimlənməyə çalışıldı. Lakin Koreya Xalq Demokratik Respublikası ilə Koreya Respublikası arasında iki tərəfli danışıqlar prosesi başlasa da uzun müddət çəkmədiyi qeyd olunub. B variantı doğru hesab olunacaq. C variantı. Respublikaçı Joe Biden'ın Rusiyaya qarşı sərt çıxışlar baş verdi yanlışdır. Çünki Joseph Biden Respublikaçı yox, Demokratlar Partiyasının prezidenti olubdur. Yəni ABŞ-da Demokratlar Partiyası tərəfindən təmsil olunan prezident hesab olunmaqdadır. Buna görə də C variantı yanlış hesab olunacaq. Bizdə doğru variantlar 1-də B variantıdır, 2-də isə A variantı və B variantı hesab olunacaq. 1, B, 2, A, B. Cavabımız C variantı. Hər kəsə uğurlar.